ERM test bankından sintaktik təhlil bölməsinin bəzi suallarının izahına baxacağıq. Burada 1 ilə 2 eyni tipli suallardır. 2-yə baxaq. Hansı cümlədən köməkçi diksiyası çıxarılsa, qrammatik əsasın sayı dəyişər? Cümlənin qrammatik əsası deyəndə nə başa düşürük? Qrammatik əsas deyəndə nəzərdə tutulur mübtəda və xəbər. Normalda biz deyirik ki, sadə cümlənin bir qrammatik əsası olur, amma mürəkkəb cümlənin 2 və yaxud da daha çox qrammatik əsası olur. Bu qrammatik əsasın sayı dəyişər deyirsə, biz baxmalıyıq ki, ya cümləmiz sadə cümlədə mürəkkəb cümləyə keçir, ya da mürəkkəb cümlədə sadə cümləyə keçir. Bu zaman qrammatik əsasın sayı dəyişmiş olacaq. Bax, bu olan halda, əgər sadə cümlə mürəkkəb cümləyə keçə bilirsə, bizə burada köməkçi diksiyası soruşur axı. Ona görə bizə bağlayıcı lazımdır. Bağlayıcıda olur tabelli və tabesli bağlayıcılar da bilirik. Tabelli bağlayıcıları mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlamaq üçün istifadə olunur. Belə olan halda indi biz burada nə axtarmalıyıq? Bağlayıcı axtarmalıyıq, hansı ki o bağlayıcı tabelli bağlayıcısı olsun və onu cümlədən çıxardanda cümlə həmcins xəbərli sadə cümləyə çevrilsin. Baxaq, gələcəyin nələr gətirəcəyini deyə bilmərik. Amma elə indinin özündə də zəhmətimiz bol-bol səmərə verir. Burada amma bağlayıcısı var. Amma nədir? Qarşılaşdırma bağlayıcısı. Elədir. Biz buradan ammanı çıxarsaq, cümləmizin sadəliyinə və yaxud da mürəkkəbliyinə heç bir təsir göstərməyəcək. Ona görə bu getdi. Afina həkimlərinə Sokratın üsulları xoş gəlməmişdi. Buna görə də onu mühakimə edərək ölmə məhkum edirdilər. Bax, burada də iştirak bağlayıcısı var. İştirak bağlayıcısında elə bir funksiyası yoxdur ki, onu cümlədən çıxardanda nəsə dəyişsin. Bu cəmlərdən birincisi çox uzağa gedə bilmədi. Çünki Portuqaliyalılar tərəfindən ələ keçirildi. Bax, çünki nədir? Səbəb bağlayıcısıdır. Səbəb. Və səbəb bağlayıcısı olaraq tabelilik bağlayıcısı. Tabeli mürəkkəb cümlədirsə, bu əgər, daha doğrusu tabeli bağlayıcısıdırsa, deməli tabeli mürəkkəb cümlənin tərəflərini bağlayıb. Bax, bu zaman əgər bu tabeli mürəkkəb cümlənin tərəflərini bağlayıbsa, deməli burada cümlənin birdən çox qrammatik əsası var. Bu olur mürəkkəb cümlə. İndi bu cümləni sintaktik təhlil edək. Bax, bu cəmlərdən birincisi çox uzağa gedə bilmədi. Nə etmədi? Gedə bilmədi. Haraya? Uzağa. Nə qədər çox? Nə cəmlərdən birincisi? Hansı cəmlərdən? Bu cəmlərdən. Bu dursun burada. Bax, bura qədər oldu bir cümlə. Buradakı çünki bu cümləni eləyir tabeli mürəkkəb cümlə. Portuqaliyalılar tərəfindən ələ keçirildi. Nə etdi? Ələ keçirildi. Kim tərəfindən? Portuqaliyalılar tərəfindən. Bax, indi belə olan halda mən çünkünü buradan çıxartsam, bax, Portuqaliyalılar tərəfindən ələ keçirildi. Nə ələ keçirildi? Cəmlərdən birincisi. Bax, oldu həmcins xəbərli sadə cümlə. Nə qədər ki, bu çünki burada var, olur tabeli mürəkkəb cümlə. Amma çünkünü buradan çıxardanda cümlə olur həmcins xəbərli sadə cümlə. Ona görə də cavabımız olacaq C variantı. Digərlərinə də baxaq, hər ehtimala qarşı. Burada var həm də iştirak bağlayıcısı. Və burada və bağlayıcısı var. O da birləşdirmə bağlayıcısıdır. Yəni, bunlar da tabesizlik bağlayıcısı deyə cümləmizdə heç bir qrammatik əsası dəyişməyəcək. Ona görə elə oldu C variantı. Sonra görək burada nə var maraqlı suallarda. Məsələn, 8-ə baxaq. Mübtədanın ifadə vasitəsi eyni olan cümlələri üçün ortaq xüsusiyyəti müəyyənləşdirin. Baxın, belə mərtəbəli suallar daha çox düşür da son zamanlar qəbulda. Biz, məsələn, bu ilin sonuncu buraxılış imtahanda gördük ki, elə MIQ tipli suallar düşdü. Yəni, müəllimlərin işə qəbulu tipli suallar düşdü abituriyentlərə. Yəni, ona görə də mərtəbəli sualları çox işləmək lazımdır. İndi burada nə edirik? Birinci mübtədanın ifadə vasitəsini tapırıq. Mübtədanın ifadə vasitəsi nədir? Bu mübtədadır, tutaq ki, 2 mübtədadır. Bu sifətdirsə, burada da sifət olmalıdır, nitq hissəsi olaraq məsələn deyirəm də. Və yaxud da söz birləşməsidir, ismi birləşmədirsə, burada da eyni şəkildə söz birləşməsi olmalıdır. Və yaxud da feili birləşmədirsə, feili birləşmə. Yəni, burada mübtədanın ifadə vasitəsi deyəndə, yəni onun sadəliyi, mürəkkəbliyi, o şeylərə girmirik də. Sadəcə onun ifadə elədiyi sözün nitq hissəsinə və yaxud da söz birləşməsi olub olmadığına baxırıq. Sonra da deyir ki, bu cümlələr üçün ortaq xüsusiyyəti müəyyənləşdirin. Bax, deyir ki, müəllimlərin bir qismi özünü görməzliyə vurdu. Bax, kim özünü görməzliyə vurdu? Müəllimlərin bir qismi. Oldu ismi birləşmə. Bunu bura yazaq, ismi birləşmə. Elə buna görə də güclü olmaq lazım idi. Nə idi lazım idi? Nə lazım idi? Güclü olmaq. İndi olmaq, etmək, eləmək, bilmək. Bunu bir dəqiqə... Aha, bunu açdım ki, burada rahat izah eləyə biləyim. Bunu böyüdə dursun burada. Bax, olmaq, etmək, eləmək. Etmək üçün eləmək eyni funksiyadır.
və bilmək. Bu sözlər ya əvvəlki sözlə birləşib bir dənə mürəkkəb feil yarada bilir. Mürəkkəb feil. Ya da ki, özü təklikdə feil olur, sadə xəbər olur. Özündən əvvəlkinə qoşulmur, heç bir aidiyyatı olmur. Bəs bunu hardan bilirik ki, belə olur? Əgər olmaq sözü yaşamaq, iştirak etmək, mövcud olmaq, həyata keçirmək, ümumiyyətlə olmaq sözü var olmaq mənasındadırsa, onda olmaq sözünün özündən əvvəlki sözə aidiyyatı olmur. Özü müstəqil şəkildə olur xəbər. Yox, bu mənalardan heç birini vermirsə, onda özündən əvvəlki sözlə birləşir, olur bir dənə mürəkkəb feil, mürəkkəb söz. Bax, məsələn deyirəm ki, o, tutaq ki, iclasda oldu. Bax, iclasda oldu deyəndə, iclasda iştirak etdi mənasında da elə deyil. Əgər iştirak etdi, var oldu, orada mövcud oldu mənasındadırsa, oldu sözü olur təklikdə xəbər, harada oldu iclasda. Oldu, yəni ayrılıqda söz. Bir dənə sadə feil oldu, sadə. Deyirəm ki, mən yaxşı oldum. Bax, yaxşı oldum. Burada var olmaq, mövcud olmaq, həyata keçirmək, heç bir, yəni bu mənaların heç birində işlənmir axı. Ona görə də bunun təhlili belə olur. Yaxşı oldum, kiyim mən. İndi burada yaxşı oldum sözün biz iki dənə söz görmürük. Bu birləşir olur bir dənə mürəkkəb feil. Bir dənə mürəkkəb feil olur. İndi baxın, bizim bu 8-cidə haradaydı o? Elə buna görə də güclü olmaq lazım idi. Bax, güclü olmaq özü bir dənə sözdür. Bir dənə feildir. Nə idi? Lazım idi. Nə lazım idi? Güclü olmaq. Hə? Güclü olmaq. Yəni bu bir dənə sözdür deyə mən buna durub deyə bilmərəm ki, buradakı mübtədam məsdər tərkibi ilə ifadə olunub. Tərkib olmaq üçün ən azı 2 və yaxud da daha artıq söz olmalıdır. Bu bir dənə mürəkkəb sözdür. Bir dənə. Yəni necə ki, məsələn deyirəm ki, nə deyim? Məsələn deyirəm ki, dəvə bitişik yazılır. Dabanı. Dəvə dabanı bir dənə sözdür. Mən burada dəvəni ayrı, dabanını ayrı söz kimi görmürəm ki. Bir dənə mürəkkəb sözdür. Bax, bu da eyni şeydir. Bir dənə mürəkkəb sözdür, sadəcə ayrı yazılıb. Deməli, buradakı mübtədamız nə ilə ifadə olundu? Güclü olmaq məsdəri ilə. Məsdər. Da burada məsdər tərkibi yoxdur və yaxud da feil də demək olar buna. O birisinə keçək. Deməli, burada oldu ismi birləşməklə, burada oldu məsdərlə və yaxud da feillə. Deyir ki, doğrudan da aldığı kiçik məvacibin yarısını Nəzir Niyaz paylamışdı Aysel. Burada inversiya var. Söz sırasının yerinin pozulması var. Söz sırasının yerinin pozulmağı cümlədəki sintaktik təhlil zamanı mübtədanın və yaxud da xəbərin və yaxud da digər cümlə üzvlərinin ifadə vasitəsinin, yəni dəyişməsi demək deyil. Yəni olduğu kimi təhlil olunur, sadəcə yerləri dəyişir şəkildə. Bax, indi xəbərimiz hanı burada? Nəzir Niyaz paylamışdı. Nə etmişdi? Paylamışdı. Nəyi Nəzir Niyazı? Kim paylamışdı? Aysel. Bax, Aysel nə ilə oldu? İsimlə. İsimlə ifadə olundu. Burada ismi birləşməkdir, burada isimdir. Hələ ki, mübtədasının ifadə vasitəsi eyni olan cümləmiz yoxdur. Keçək buna. Zülfüqarovun xahişini yerinə yetirmək Fuad üçün su içmək kimi asan bir iş idi. Bax, nə asan iş idi? Zülfüqarovun xahişini yerinə yetirmək. Bax, burada artıq oldu məsdər tərkibi. Məsdər tərkibi. Çünki burada 2-dən daha artıq söz var. Burada məsdəri idi. Bunda amma oldu məsdər tərkibi. Görünür, kədərlənmək heç də uzun çəkmədi. Nə etmədi? Uzun çəkmədi. Nə uzun çəkmədi? Kədərlənməyi. Bu da oldu məsdərlə. Məsdərlə ifadə olundu. Bax, burada da məsdərlə ifadə olundu. Burada da məsdərlə ifadə olundu. Zərflik, indi keçdi yoxsilərə. Cümləmiz burada bitdi. İndi tapdıq ki, buranı biraz təmizləyək. Bax, indi tapdıq ki, bunun da mübtədası məsdərlə ifadə olundu. Bu cümlənin də mübtədası məsdərlə ifadə olundu. İndi baxırıq bunlar üçün ortaq fikrə. Zərflik qoşmalı sözlə ifadə olunub. Cümləmizin sintaktik təhlili nə idi? Lazım idi. Nə lazım idi? Güclü olmaq. Burada zərflik varmı? Ümumiyyətlə yoxdur. Deməli, bu cavabımız ola bilməz. Ümumiyyətlə belə bir şey deyim. Əgər gözümüzün qabağında olan test seçməli cavab varsa, belə normal test eləyəndə yox, amma imtahanda onu test çıxdaş eləmək lazım ki, vaxtımız getməsin. Bax, indi məsələn, bunun hamısını bir-bir təhlil eləsək, bilirik ki, imtahan ərəfəsindən danışılır. İndi yox. Vaxtımız çox gedəcək. Bax, burada nə görürük məsələn? Burada var bala, burada da var görünür. Bala burada xitabdır. Görünür də ki, ara söz və yaxud da modal sözdür. Bunlar nədir? Cümlə üzvlərindən sintaktik cəhətdən əlaqəyə girməyən sözlərdir. Bax, bu varsa, ümumiyyətlə
testi elədikcə avtomatikləşir insanda. Tez-tez axtarın. Yəni bunu görürsənsə, avtomatik bilirsən ki, yəni bunu bura elə belə qoymayıblar da. Nəsə buna aid cavab axtarmağa çalışırıq. Bax, elə bir şeydə yazıb ki, digər cümlə üzvləri ilə qrammatik cəhətdən əlaqələnməyən söz işlənmişdir. Görürsüz? Yəni bilirsinizsə, tez qaçın cavabın üstünə. Yox, əgər axtarmaq lazımsa, onda axtarın, o heç. Bax, məsələn, deyir ki, C-yə baxaq. Yəni, burada cavab oldu D variantı. C-də deyir ki, feili xəbərlidir. Bax, lazım idi, ismi xəbərdir. Amma uzun çəkmədi, feili xəbərdir. Bu ortaq xüsusiyyət ola bilməz. Sual intonasiyası ilə tələffüz etmək olmur. Bax, olmur yazıb, hə, olmur. Bax, deyirəm ki, görünür kədərlənmək heç də uzun çəkmədi, sual verirəm. Bunu sual intonasiyasından tələffüz edim. Amma burada nida bizə imkan vermir ki, onu sual intonasiyasından tələffüz eləyək. Ona görə elə bəri başdan cavabımız olur D variantı. Sonra buna baxaq, bu 9-cu suala uzun bir şey oxşayır nəsə. Bunu çəkək o tərəfə. 9. 11-ci əsrin 40-cı illərində Şirvanşahlar Şirvanı təhdid edən köçəri Oğuz türklərinin hücum təhlükəsi ilə əlaqədar şəhərin ətrafında qala divarlarını çəkdirməyə başladılar. Qala divarları çəkdirməyə başladılar. Nə etdilər? Çəkdirməyə başladılar. Kim çəkdirməyə başladı? Şirvanşahlar. Nəyi çəkdirməyə başladılar? Qalanın divarlarını qeyri-müəyyən təsirli aldı. Harada? Şəhərlərin ətrafında. Niyə, nə üçün, nə səbəbə? Baxın, səbəb zərfliyidir. Oğuz türklərinin hücum təhlükəsi ilə əlaqədar. Hansı Oğuz türklərinin? Köçəri Oğuz türklərinin. Hansı köçəri? Feili sifət tərkibi var. Şirvanı təhdid edən. Oldu təyin. Bu nə idi? Nə vaxt? 20-ci əsrin 40-cı illərində. İndi bunu düzməyə çalışaq. Birinci gəldi zərflik. Mübtəda, təyin, təyin, zərflik. Tamamlıq və xəbər. İndi görək burada nə olur? Zərfli ilə başlayan 5 ilə başlayaq. Mübtəda 1, təyin, 4, zərflik, 5. Sonra nə gəlir? Tamamlıq 3, sonda da 2 xəbər. Oldu 5, 1, 4, 5, 5, 3, 2. Oldu C variantı. Sonra görək burada gözümüzə nə maraqlı gəlir. Bax, burada məsələn cədvəl sualı var, buna baxaq. Cədvəl görürük ki, son zamanlar çox düşür. Deyir ki, uyğunluğu müəyyən edin. Xəbəri yanlış göstərilib, mübtədası doğru göstərilib. Onu bu vəziyyətdə qoymaq olmaz. Bax, bu yaxşı söhbətdə həmin olmaz söhbəti. Dedik ki, əgər olmaq sözü var olmaq mənasındadırsa, onda olur tək. Yox, bu mənaya vermirsə, mövcud olmaq, yaşamaq, iştirak etmək, həyata keçirmək mənalarında olmursa, onda olmaq sözü əvvəlki sözlə birləşib bircə xəbər olur. Yəni, burada qoymaq olmaz. Bax, görürük, olmaz sözü o dediklərimizin heç birinə uyğun gəlmir də. Deməli, qoymaq olmaz, bütün xəbərdir burada. Ona görə buradan biri götürürük. Yəni, xəbəri yanlış göstərilib, biri götürürük. Ərkinaz xanımın ürəyi yerinə gəldi. İndi bunu bir dənə göstərim, bu tip cümlə. Burada yazın, baxın. Bax, əgər cümlədə, sözdə, ümumiyyətlə, frazeoloji birləşmə işlənibsə, bu frazeoloji birləşmənin ortasına nə girsin, frazeoloji birləşmə özü birləşib, nəticədə bir dənə cümlə üzvü olur. Yəni, bunu parçalanmır. Bu sözlə bu sözü ayırmaq olmaz. Və əgər cümlədə ismi birləşmələrdən yəli və mənsubiyyət varsa, bunun ortasına nə qədər söz girsin, nəticədə bu yəli, bu mənsubiyyətdən parçalanmayacaq. Yəni, bunun öz mənsubiyyəti, ola bilər ki, burada yəli olsun, burada başqa bir mənsubiyyət olsun, yəni bunun buna aidiyyəti olmasın, ondan söhbət getmir. Hər yəliyin özünün mənsubiyyətindən söhbət gedir burada. İndi bu cümlədə deyir ki, Ərkinaz xanımın ürəyi yerinə gəldi. Qoy bir dənə ona uyğun başqa cümlə yazım. Deyirəm ki, məsələn, mənim günəşin rəngli şəfəqlərini saçaraq necə trebundalayacağım? Quşları yuxudan oyatması çox xoşuma gəlir. Baxın, mənim günəşin rəngli şəfəqlərini saçaraq quşları yuxudan oyatması çox xoşuma gəlir. Bax, burada nə görürük? Xoşuma gəlir frazeoloji birləşmə var. Yəni, bu ilə bu bir-birindən parçalanmaz. Yəni, nə edir, gəlir, nəyimə gəlir, xoşuma gəlir, elə bir şey yoxdur.
Yəni bu bir dənə cümlə özü. Bu buradan bura parçalanmadı. Sonra baxıram, xoşum sözündə nə var? Mənsubiyyət şəkilsi. Görək bu mənsubiyyətin yiyəliyi hardadır? Bax bu da gedir, gəlir dayanır mənimdə. Bax mənimlə xoşuma qədər bir parçalanmır. Xoşumdan gəlirə qədər də bir parçalanmır. Çünki yiyəli ilə mənsubiyyət parçalanmaz, frazeoloji birləşmə parçalanmaz. Ona görə də bunun hamısı axıra qədər parçalanmadan bütöv şəkildə gedib olacaq xəbər. Bax bu iki də elə bir cümlədir. Onu yazın bura. Ərkinaz xanımın ürəyi yerinə gəldi. Baxın, ürəyi yerinə gəldi, oldu frazeoloji birləşmə. Bu parçalanmadı. Bax, Ərkinaz xanımın ürəyi buradan burada parçalanmır deyə. Bu elə bütöv şəkildə xəbər göstərilir, götürülür. Yəni burada iki düzdür. Düzdür deyə içini götürmürük. Yanlış olan axtarırdıq. İndi axtarırıq. Mübtədası doğru olan. Nəcibənin məsələsi eləməz. Nə olub? Elə məsələ olub. Nə edib? Elə məsələ olub. Nə Nəcibənin məsələsi. Bu da düzdür. Bunu da götürürük. Yəni üçüncü növdə parçalanmır. İsmi birləşmədir. Onunla kəlmə verib kəlmə almaq özü bir səadətdir. Nədir? Səadətdir. Nə? Onunla kəlmə verib kəlmə almaq. Burada məsdər tərkibi var. Özü biri bura qoşmuruq. Ona görə bu səhvdə bunu götürmürük. İndi xəbərin yanlışından biri götürdük, mübtədanın doğrusundan üçü. O da oldu D variantı. 16-ya da baxaq, bu da cədvəl sualı. Uyğunluğu müəyyənləşdirin. Hər iki baş üzvü suala cavab verir. İkinci dərəcəli üzv suala cavab vermir. Bax, cümlə üzvü olub suala cavab verməyən üzvlər nədir? Belə olan halda ya olur, bunun hamısını silim. Ya olur cümlə, cümlədəki söz daha doğrusu. Olur sual əvəzliyi. Sual əvəzliyi suala cavab vermədən müstəqil şəkildə cümlə üzvü olur. Yəni sual əvəzliyi özü sualdır da. Mən suala qayıdıb nə cür təzədən sual verə bilərəm? Bax, məsələn deyirəm ki, necə? Bu necə özü sualdır da. Mən buna qayıdıb nə cür sual verim? Özü suala cavab verməsə də, yəni buna sual vermək olmasa da, özü müstəqil şəkildə cümlə üzvü olur. Ya da olur predikativ söz. Predikativ sözlər də nədir? Var, gərək, bəs, mümkün, lazım kimi sözlər predikativ sözlərdir. Bunlar da suala cavab vermədən müstəqil şəkildə cümlənin xəbəri olur. Yəni adətən də bunlar olur ismi xəbər. Nə bilim, var, gərək, lazım, ən çox işlənən bunlardır. İndi görək bizim cümləmizdə nə istəyir? Bunlar nə üçün gərəklidir? Həm də belə bir şey var predikativ sözlərdə. Bax, bu sözün özü, gərək sözünün özü suala cavab vermir. Əgər mən buna götürüb bir dəqiqə. Mən buna götürüb hər hansı bir şəkilçi artırsam, desəm ki, gərəkli. Deyirəm ki, böylə başlayaq da. Bu bizə gərəklidir. Bax, mən buna götürdüm, şəkilçi artırdım, leksik şəkilçi. Leksik şəkilçi artıranda artıq bu predikativ şəkilçi olmaq funksiyasından çıxır. Gedir, normalda olur, nə artırmışamsa, yəni nəyə uyğundursa, olur 12 hissəsi. Bax, gərəklidir, artıq oldu sifət. Sifətdirsə bu suala cavab verir. Necədir? Day buna demirik ki, suala cavab vermədən cümlə özüdür. Belə bir şey yoxdur. Bax, və yaxud da deyirəm ki, lazımlıdır. Lazımlı olanda yenə bu olacaq sifət. Predikativ söz olmaqdan çıxacaq. Bax, burada da yazıb ki, bunlar nə üçün gərəklidir? Buna li şəkilçisini artırıb bunu eləyib sifət. Sifətdirsə artıq deyə bilmərəm ki, xəbər suala cavab vermir. Axı burada deyir, hər iki baş üzvü suala cavab versin. Yəni burada gərəklidir sözü suala cavab verir və nə gərəklidir bunlar? Bunlar özü də əvəzlidir, suala cavab verir burada. Deməli biri götürürük. Sonra 2-yə baxaq. Sənin müəllimin kimdir? Bax, kim elə özü sualdır da, sual əvəzliyidir. Mən buna sual verə bilmirəm axı. Ona görə xəbər suala cavab vermir deyə 2 getdi, 2-ni götürmürük. 2 olanları çıxdıq getdi. Sonra ikinci dərəcəli üzv suala cavab vermir. Orada nəyin baş verdiyini söyləyibmi? Bax, nə edibmi, söyləyibmi? Nəyi söyləyib? Orada nəyin baş verdiyini. İndi burada belə bir şey var. Bax, tərkiblərin içərisində olanda ümumiyyətlə sintaktik təhlildə adamı çaşdırmaq asandır. Yəni dolaşıq şeylər salmaq asandır deyə son zamanlar görürük ki, qəbulda nə qədər sintaktik təhlil sualları olur. Bax, əgər cümləmdə tərkib verilibsə, məsələn deyirəm ki, yazaq ki, kitabın rəngli vərəqi olsun, tutaq ki, qopmuşdur. Qopub olsun, Kitabın rəngli vərəqi qopub. Bax, əgər belədirsə, nə edib qopub?
Nə? Kitabın vərəqi. Bu ismi birləşmədir də, kitabın vərəqi, parçalanma. Üçüncü növ ismi təyini söz birləşməsidir. Belə olan halda, əgər mübtədam və yaxud da hər hansı bir cümlə üzrə fərqi yoxdur. Əgər söz birləşməsi şəklində və yaxud da feili sifət, feili bağlama, məsdər tərkibi şəklində verilibsə, mən onun içərisindən sözə çıxıb tək-tək deyə bilmərəm ki, məsələn, rəngli sifəti cümlədə mübtəda vəzifəsindədir. Mən elə bir şey deyə bilmərəm. Çünki mübtəda vəzifəsində olmaq ümumi bu birləşmədir. Onu mən deyə bilmərəm ki, kitabın sözü cümlədə mübtəda vəzifəsində. Elə bir şey yoxdur. Bu birləşmənin özü bütöv mübtəda şəklindədir. Yəni mən onun içərisindən tək-tək sözləri çıxardıb hər hansı bir cümlə üzvünə aid eləyə bilmərəm. Bax, ona görə də, bax, buradakı nəyin sözü var ha? Nəyin sual əvəzliyidir, amma suala cavab vermir. Mən durub deyə bilmərəm ki, bu üçüncü cümlədəki nəyin sözü tamamlıq vəzifəsindədir, suala cavab vermir. Elə bir şey yoxdur. Niyə? Çünki burada feili sifət tərkibi var. Feili sifət tərkibinin içindədir. Ona görə üçü buradan götürmürəm. Yəni suala cavab vermir, düzdür, vermir nəyin sözü. Amma mən buna sırf ikinci dərəcəli üzv kimi yanaşa bilmirəm. Çünki tərkibin içərisindədir. Deməli, üçü götürmürəm. Kimi demişdinsə çağırmışam. Nə etmişəm? Çağırmışam. Nə etmişdinsə, demişdinsə kimi tamamlıqdır. Bax, tamamlıqdır. Özü sual əvəzliyidir. Buna qayıdıb sual verə bilmədim. Deməli, buradan 4-ü götürdük. Cavabımız oldu 1-4C variantı. Sonra görək, burada nə var? 16 idi, 17. Buna da baxaq. Bu nədir? Doğrudur, yanlışdır. Bax, bu tiplər düşür. Bu dəfəki buraxılışda gördük də cümlələr vermişdi. Yazmışdı, yalnız birinə aiddir, ikisinə aiddir. Yəni, o tipli şeylər çox düşür. İndi nə istəyir? Tarix olanı öyrənir, elm mümkün olanı, fəlsəfə olmalı olanı. Görək, bunun davamı hardadır? Hə. İndi nə istəyir? Həmciz mübtədalar mücərrəd isimlə ifadə olunub. Görək, heç burada həmcinslik varmı? Tarix olanı öyrənir. Nə edir? Öyrənir. Nəyi öyrənir? Olanı. Nə öyrənir? Tarix. Elm mümkün olanı, bax, burada öyrənir düşüb. Nəyi mümkün olanı, nə elm. Öyrənir yoxdur. Fəlsəfə olmalı olanı yenə də öyrənir yoxdur düşüb. Nəyi olanı, necə olanı, olmalı olanı, nə fəlsəfə. Bax, olmalını mən burada olu ayırdım, görürsünüz. Buradakı olu da ayrı təhlil elədim. Bax, buradakı olu da ayrı təhlil elədim. Buradakını, yəni bir-birinə qoşmadım. Niyə? Çünki müstəqil şəkildə onlar məna ifadə edir. Mövcud olanı, var olanı mənasında işlənir. Ona görə ayrı-ayrı təhlildir. Yəni, bir-birinin içinə girməyəcək orada. Sonra, indi bizdən nə istəyir? Həmciz mübtədalar mücərrəd isimlə ifadə olunub. İndi belə bir şey var. Əgər ixtisar, bax, burada öyrənmək sözü ixtisar olunub da elədir. İxtisarlar ikinci tərəfdən ixtisar olunubsa, biz onun mübtədasına həmcins demirik. Əgər birinci tərəfdən ixtisar olunubsa, hə, onda həmcinslik yaradır. Amma ikinci tərəfin ixtisarı həmcinslik yaratmır. Ona görə də bizim cümləmizdə ümumiyyətlə həmcins mübtəda yoxdur. Çox da mücərrəd isimlə ifadə olunsun. Tarix, nə bilim, elm, fəlsəfə. Amma burada həmcinslik yoxdur deyə biri götürmürük. Sonra 3 qrammatik əsasdan ibarətdir, düzdür. Həmcinslik yoxdursa, deməli burada 3 dənə ayrı-ayrı cümlə var. Yəni mürəkkəb cümlə var. Deməli içini götürürük. Sonra keçək bura. İndi yanlış axtarırıq. Tamamlıqlardan ikisi mürəkkəb feillə ifadə olunub. Gələk burada tamamlıqlara. Bax, olanı sadə feildir. Mümkün olanı mürəkkəb feildir. Buradakı olanı tək sadə feildir. Deməli, tamamlığın biri mürəkkəb feillə ifadə olunub, ikisi yox. Ona görə buradan 3-ü də götürürük. Yanlışdan yanlışı götürürük. Cavabımız olur 2-3B variantı. Vergül həmcins sözlərə ayırmağa xidmət etməmişdir. Düzdür. Dediyi ki, ikinci tərəfin ixtisarı həmcinslik yaratmır. Ona görə bunu götürmürük. Oldu cavabımız B variantı. Sonra baxaq buradan başqa. Biraz aşağılara gedək. Aha, bu cədvəl var. Görək bu nədir? Sual işarəsinin yerinə 24-ə baxırıq. Hansı variant yazılmalıdır? Tamaşadan sonra qızğın müzakirə başlandı. Dünəndən bəri güclü külək əsir. Bax, bunların ikisinə aid ortaq olmalıdır. Ortaq fikir. İndi bunu sintaktik təhlil eləyək. Tamaşadan sonra nə etdi? Başlandı. Nə başlandı? Müzakirə. Necə? Qızğın. Nə vaxt? Tamaşadan sonra. Dünəndən bəri güclü külək əsir. Nə edir? Əsir. Nə əsir? Külək. Necə? Güclü. Nə vaxtdan? Dünəndən bəri. Bax, bunların hər ikisində var. Zərflik, təyin, mübtəda və xəbər. Görək elə cavab var.
Zərfliyi təyin, mübtəda xəbər. Deməli, C variantı bunların ikisində də ortaq fikir olacaqmış. Məncə bu qədər bəsdir, çünki 24 dəqiqədə video çəkilir. Qulaq asan da yorulmasın. Videoların davamlı olmağını istəyirsinizsə, o zaman kanalımıza abunə olub digərlərinə paylaşa bilərsiniz. Həmçinin, əgər sizin üçün çətinlik yaradan mövzular varsa, şərhlərdə həmin mövzuların və yaxud da hər hansı bir test bankını yazmaqda çətinlik çəkirsinizsə, həmin test bankının adını, mövzunu qeyd etsəniz, biz sizin üçün onu çəkib izah edib paylaşarıq. Sağ olun.